Salam değerli əziz izləyicilərimiz. Bu günləri Şağan qəsəbəsində, Şağanın özündə, Şağan kəndində değerli dostlar, sizin üçün 10 sotda 2 mərtəbəli özünə məxsus şəxsi bir evin təqdimatını aparacaq değerli izləyicilərimiz. Değerli izləyicilərimiz, evimiz 10 sotdadır. Tam küçənin üstündədir. Ətraf yaşayışdır. Evin qubçası, torpağın 6 sot qubçasıdır. Yəni 4 sotu qubça deyil. Yəni evin qubçası da var, paket qubçadır. Həyətimiz genişdir. Gördüğünüz kimi tam bağ evi kimi də satmaq olar. Yəni kim istəsə, evimiz köhnə evdir də, yəni təmirə ehtiyac var. Orta təmir deyək. Evimizin arxa tərəfidir değerli dostlar. Gördüğünüz kimi bağ bağçasıdır. Evin arka tarafı. Eve buradan da giriş var. İnşallah keçici evin qabağı ilə sizə təqdim edəcəyik. Değerli dostlarımız, evin yanında da elə nədir? Adəm kebab, Adəm kebab. Əlavə olaraq sanitar qovşağı da həyətində var, evin içində də var. Keçən evin içərisindən də tanış edeyim. Girişdə belə bir koridorumuz değerli dostlar. Bir dənə də əlavə koridora keçirik. Burada sağ tərəfdə bizim belə bir geniş mətbəximiz değerli dostlar. İstip oldu. Mətbəximizin polu istip oldu. Kombimiz də var değerli dostlar. Evimiz beton kəmərlə, beton monolitdir. 1 ilə 2'nin arası beton monolitdir. Bu hissədə bizim bir dənə belə bir qonaq otağımızdır değerli dostlar. Ve hemen çöldəki girişi göstərdiyim yerdir bura. Ve hemen ikinci qapıdır. Bura əldamı qladovkadır değerli dostlar. Gördüğünüz kimi. Gələcəyində belə pismasın. Sanitar qovşağı eləmək olar. Belə bir burada da qaz peçidir. Qəşəng. Bu hissədə də sizə keçən evimiz çox böyükdür. Bu hissədə bizim bir dənə belə bir yataq otağıdır değerli dostlar. Burada da peçdir. Qaz peçi qoyulubdur. Kərpiçdən hörülübdür. İnşallah qalxmamışdan öncə sizi evin içindeki sanitar və sanuzel ilə tanış edeyim değerli dostlar. Gördüğünüz kimi ətraflı sizin üçün çəkirəm ki, bura hamamıdır, bu da ayaq yolusudur. Qalxaq indi ikinci mərtəbəyə. İkinci mərtəbəmizdə 1 ilə 2'nin arası beton monolitdir dostlar. Burada qalxdığımızda belə bir böyük holumuz var. Burada da belə bir əldamırdı hələlikdə, amma gələcəyində sanitar və sanuzel qovşağı edə bilərsiniz. Bu hissədə bizim belə bir böyük qonaq otağımızdır. Qəşəng genişdir. Ve burada da bizim görək nədir? Xudmani belə bir uşaq otağı deyək dostlar. Değerli izləyicilərimiz, evimizin qiyməti 182 minə deyilir. İnşallah gəldinizlər real alıcı ilə danışıb razılaşmaq olar. Bu ərazilərdə elə torpağın sotu 16-17 minə dostlar. Demək olar ki, torpaq qiymətinə satılır. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.